Salam, vaxtınız xeyir olsun. Qaymaqlı krem haqqında gələn suallardan 3-cü hissənin videosunu çəkirəm. İnşallah yararlanmaq istəyirsinizsə, siz də pulsuz tort kurslarımızdan səhifəmizi takib alın. Videonu bəyənib və rəylərdə pulsuz tort kursu sözünü yazarsınız. Deməli, keçən videoda gələn suallardan biri də buydu ki, mənim südə allergiyam var. Instagram və TikTok cəm sualları birləşdirib danışacağım. Deməli, allergiyam var. Mən şəkər pudrası istifadə edə bilərəmmi? Bəli, əlbəttə istifadə edə bilərsiniz. Bu şəkildə həm dadı da qəşəng şirin olacaq, eyni zamanda deməli, krem də çox hamar şəkildə olacaq. Yəni, mən özüm də istifadə edirəm. Daha sonra digər suallardan biri də buydu ki, bacı, deməli, qaymağı almışam, mənə cəmi 2 stəkan lazımdır, amma geri qalanını mən necə saxlaya bilərəm? Qətiyyən xanımlar, yəni ağzını açdısa, onu geri qalanını o şəkildə saxlaya bilməyəcəksiniz. Mütləq krem şəklində çalıb hazır vəziyyətdə saxlayın növbəti tortunuza. Onu da necə saxlayacaqsınız? Varınızdırsa, əgər ağzı bağlı hava girməyən konteynerə qoyacaqsınız. Yox, əgər yoxunuzdursa, adi sadə pingvin salfana eləyin. Yenə də dediyim kimi heç bir şəkildə hava keçməsin. Şantini də, qaymaqlı kremi də bu şəkildə saxlaya bilərsiniz. Daha sonra bunu da nəzərinizə çatdırmaq istəyirəm ki, gələn suallardan biri də buydu ki, bacı, mən qaymaqlı kremi hazırlayıram, amma ki, onu nasatka ilə işləyə bilmirəm, pötür-pötür görüntü olur və ya heç bir yaxşı şəkildə olmur. Eyni zamanda deməli, onun qəfildən hava boşluqları yaranır, yaxşı olmur. Bax qızlar, onu mən sizə demək istəyirəm ki, şəffaf jeli və yaxud da südlü jeli, bunu siz tort ləvazimatları mağazalarından əldə edə bilərsiniz. Səhifəmdə bunun videosu da var. Mütləq hansı ki nasatka ilə işləyəcəyiniz kremi kasada bir kənara ayırın. Daha sonra onun içərisinə bir xörək qaşığı dediyim jilədən istifadə edib mikserlə yox, əllə qarışdırın. Görəcəksiniz ki, çürümüş kremi necə bərpa edir və o şəkildə onu tortunuzun üzərinə həm bəziyə, həm də sıvıya bilərsiniz. Və əgər onu da eləmək istəmirsinizsə, jeleniz də yoxdursa, soyuq su ilə də eləyə bilərsiniz. Çox az bir şəkildə buzlu su ilə. Və xanımlar, sıvamağın digər bir hiləsi də budur ki, yanınızda mütləq qaynar su olsun. Yəni, söhbət buxar çıxan, əməlli başlı qaynar sudan gedir. Şpatelinizi tez-tez qaynar suya salıb tortun üzərini sıvayacaqsınız və görəcəksiniz ki, necə, nə şəkildə çox hamar olur. Fırından altlıq almalısınız. Bu da çox mütləqdir. Yəni, o tortu sıvamaq üçün o da çox lazımlı vasitələrdən biridir. Xanımlar, bu videoda inşallah ki, sizi çox yormadım. Çox xahiş edirəm əməyimi dəyərləndirmək üçün videonu bəyənib, videonu qayd eləyin və rəylərdə pulsuz tort kursu sözünü yazarsınızsa, bu videolarımın davamı gələcək inşallah. Hələlik hər biriniz Allaha əmanət olun.